Yusif ibn Əbu Saz və Şəmsəddin Eldənizin fəaliyyətinə aid ümumi cəhətlərdir. Şirvanşahlar dövlətinin asılı hala salınması hər iki hökmdar üçün xarakterlikdir. Biri götürəcəyik, bir olmayan variantları dərhal çıxardacağıq. Gürcülər üzərində qələbə qazanması həm Yusifə, həm də Şəmsəddin Eldənizə yenə də aid ümumi cəhətdir. Hər ikisi Gürcüləri məğlub eləyiblər. 2-ni götürəcəyik, 2 olmayan cavabları da çıxardacağıq. Artıq bizim düzgün cavabımız görünür. Yeni dövlətin əsasının qoyulması Yusif üçün xarakterik deyil. Çünki o ikinci hökmdar idi Sacilər dövlətində. Ona görə 3 nömrəni çıxardacağıq. Azərbaycan ərazilərinin vahid dövlətdə birləşdirilməsi hər iki hökmdara aid uyğun cəhətdir. Dəbil əmirliyinin dövlətə birləşdirilməsi isə yanlışdır. Burada Dəbil bəziləri tərəfindən düzgün götürülə bilər, lakin bu belə deyil. Dəbil şəhəri, Dəbil ərazisi desəydi bu düzgün cavab olardı. Dəbil əmirliyi dediyinə görə biz bunu düzgün cavab kimi götürə bilmirik. Cavabımız olur 1, 2, 4.